Səhnə arxasında son müzakirələr, gərgin simalar və öz çıxışı ilə digər komandalardan fərqlənmək hissi aydın olmalı. Komandaların bu yarışmada hansı yeri tutacağı onların gözəl yumor nümayiş etdirməsindən asılıdır. Bizim birinci oyunumuzdur, amma iştirakçıların hamısı çox təcrübəlidir, çünki bundan əvvəl digər komandaları təmsil etmişik. Yarı komanda Chuck Norris komandasını təmsil edib, keçən mövsümün çempionu, o birisi yarısı isə Baksovet komandasını təmsil edib. Bu da Azərbaycan komandaları arasında xaricdə bizi Azərbaycanı təmsil edən komandalardan biridir. İnanırıq ki, qalib gələrik, çünki komandamıza güvənirik, yaxşı bir material hazırlamışıq. İnşallah hər kəsin xoşuna gələr. Tamaşaçılar arasında iştirakçıların həm müəllimləri, həm də tələbə yoldaşları var. Hər biri də öz komandasına dəstək edir. Komandamıza gəlmişik dəstək olmağa. Komandamız asan könüllülərdən ibarət komandasıdır. Görək, yəni güclü olan, daha gülməli olan qalib olsun. Mən Bakı Dövlət Universitetini dəstəkləyirəm. Öz komandamıza uğurlar arzulayıram. Cavanların çıxışına gəlmişik baxmağa, onlara da uğurlar arzulayırıq və ən gülməli qalib gəlsin. Asan Könüllülər Təşkilatı, Şən və Hazır Cavablar klubları Azərbaycan Liqasının təşkil etdiyi Asan Könüllülər Kubok uğrunda mübarizəyə ümumilikdə 7 komanda qatıldı. Çıxışlar isə müxtəlif sahələri əhatə edirdi. Burada hər kəs özünü tanıya bilər. Ümumiyyətlə, bundan öncə Asan Könüllü Təşkilatı və Azərbaycan Şən və Hazır Cavablar klublarının liqası arasında memorandum bağlanmışdı, əməkdaşlıq dairə və məhz elə bugünkü çempionatda o memorandumdan irəli gələn bir təşəbbüsdür. Burada artıq ölkədə ən güclü Şən və Hazır Cavablar klublarının nümayəndələri oynayacaq, fərqli universitetlərdən və ümumən də onlar arasında Respublika çempionu bugün seçiləcəkdir. Artıq yeni komandalardan da kifayət qədər tanıdığım insanlar var. Hesab edirəm ki, onlar istedadlıdır. Və əminəm ki, əgər biz KVN-də iştirak ediriksə, əsas, belə deyək, oyunlarda da iştirak etməli. Yəni, beynəlxalq səviyyədə və ən azından hər dəfə böyük oyunlar, möhtəşəm yarışlar keçiriləndə Azərbaycan kifayət qədər böyük uğurlara imza atmalıdır. Düşünürəm ki, belə tədbirlər daha çox olmalıdır. Gənclər bu oyunlara daha da çox qatılmalıdır. Hamıya uğurlar arzulayıram. Gözəl, incə, yumor, parlaq yadda qalan çıxışlar və bu da son. Qalib komandanın adı səslənir və kubok təqdim olunur. Yarışmanın qalibi çempionata ilk dəfə qatılan Asan Könüllülər klubu oldu. Uduzan komandalar isə üzülmür, əsas iştirakdır. Gələcəkdə də analoji yarışmaların keçiriləcəyi planlaşdırılır. Murad Salmanov, Kamil Balakiyev, Həmid Əhmədli, Lider TV.